Baş sponsor Hell Energy, sponsorlar İrşad Electronics, Metak, Berlin mağazalar şəbəkəsi, Giper Gips məhsulları, partnyor Kasap Döner. Və beləliklə aksiya iştirakçılarının sözlərinə görə bu məsələyə tez bir zamanda ekspertlər aydınlıq gətirməlidir. Bu sizə təqdim edəcəyimiz son reportaj idi və üzr istəyirəm, siz kimsiniz? Hər vaxtınız xeyir müəllim. Siz canlı efirdəsiniz, biz canlı efirdəyik. Salam eləyim, nətərsiniz? Olar mən deyəm. Bəli, buyurun. Bu elə bizim ekspertlər və qonaqlar üçün stoldur. Xoş gəlmişsiniz, özünüzü təqdim edin. Çox sağ olun. Bir damcı hündür deyib, yemək istəyirdim. Bəli. Çox sağ olun. Özünüzü zəhmət olmasa təqdim eləyin. Qonaq olmalıdır. Aytəkin xanım. Aytən Səfərova. Aycan? Bəli. Aytən xanım, çox sağ olun. Mənə dəvətinizə görə sizə dərin minnətdarlığımla bərabər təşəkkürümü də həmçinin vurğulayıram. Bəli, təşəkkür edirəm. Mən özüm Respublikada tanınan və sevilən, seçilən uzman Qılman Hoca Təkbarmağam. Mən çıxdım sizin verilişinizə dərin təşəkkürümü bildirəm. Çünki mən ATV kanalına çıxanda mənim toylarım kalendarlandı. Aydındır. Üzr istəyirəm. Deməli, oldunuz uzman doktor. Bəli, uzman Qılman Hoca. Uzman doktor, yəni sizə Qılman deyərək. Qılman müəllim. Əsl adım uzmandır, Qılman. Aydındır, başa düşdüm. Qılman müəllim, mən sizi çox gözəl başa düşdüm. Bəli. Beləliklə, ilk sualım bir qədər əvvəl elə bu haqda süjet getdi. Deməli, bilirsiniz ki, neft hasil edən ölkələr təşkilatı, APEC üzvləri son bir həftə ərzində aktiv neft quyularının sayını 2 qat deməli artırıblar və bu da son il yarımda maksimum say deməkdir. Sizcə bu artım ümumi qloballaşma prosesinə hansı təsir göstərəcək və featureslərin aşağı düşməsinə gətirib çıxaracaq ya ümumiyyətlə gətirib? Belə yaxşı, hündürlükdə idi. Elə siz də featureslər kimi belə aşağıda olsanız yaxşıdır. Olar bir deyə də o sualı təzdə. Mən pişdim qaldı o solda, o yadımdan çıxdı. Deməli, bilirsiniz ki, APEC üzvləri, onlar aktiv neft quyularının sayını artıq artırıblar və bu da son il yarım ərzində, bəli, çox adam ümumiyyətlə bu xəbərdən şoka düşdü, belə kəskin reaksiyalar var. Bu, deyilənə görə ümumi qloballaşma prosesinə öz təsirini göstərə bilər. Sizcə bir ekspert olaraq hansı fikirdəsiniz, yəni hansı təsir göstərə bilər? Bilirəm, çətin sualdır, bəli, mən sizə başa düşürəm. Aytən xanım, ümumiyyətlə, OPEC, bu OPEC uzi deyil. Gəlin birbaşa onda ikinci suala mən keçin. Bəli, çünki iqtisadi aləmdə, dünyanın iqtisadi həyatında elə bir proseslər baş verir ki, hamımızı şoka salır. Bu bir tərəfə, siz bilirsiniz ki, bir neçə il əvvəl İslandiyada Eyjafjallajökull vulkanı püskürmüşdü və bu da nəticədə Avropa deməli hava məkanında reyslər həyata keçirən təyyarələrin neçə təyyarəni deməli reysini təxirə salmışdı və bu milyonlarla, 100 milyonlarla dollar dəyərində deməli böyük bir ziyan vurmuşdu Avropa ölkələrinə və siz necə düşünürsünüz? Yəni, hal-hazırda həmin vulkan aktivləşməkdədir. Hansı hava məkanını alternativ olaraq seçmək olar? Ümumiyyətlə, vulkanın xeyri çox böyükdür, yəni palçıqdır. Yox, əslində, başa düşürəm, yəni bu ziyanından söhbət gedir. Bu ziyanından çox xeyri var. Yəni, dədə-babadan bu palçıq vannası eşitmişsiniz də, palçıq yannası ziyad qəbul edirdilər. Yəni, nə qədər vulkan çox püskürsə, o palçıq vannasını qəbul edən xəstələrimin sayı da çoxalır. Bəli, başa düşürəm. Mən sən axtarıram, sən burada neynirsən? Suallara salam edir. Nədir o? Şirinin birisi qızını qaçırtmağa getmədik. Dur, get, buyur. Dəlləri kim studiyada dəvət edib? Mən cəmaat qarşısında biabır elədiniz. Buyurun. Heç olmasa mədəniyyətləri var istəyirlər.
Səmi. Ve Qılman da gəlir. Nətər Şəmi? Plana uyğun gedirik, Şiririn birisi qızını qaçırdırır. Aha, bəlkə deyirəm ki, bu qaçırtmaq məsələsini bəlkə yığışdırasan, beynindən çıxardasan, bu adam balası kimi bir nəfər elçi göndərək, getsin, otursun, danışsın. Biz də gedək Şirinin bibisi qızı ilə konkret söhbətimizi həll edək, vəssalam da. Ay Şəmi, adam balası kimi adam yolladım da, ay kişi, vermir, qızı vermir, ayağını diriyip ki vermirəm. Verməz də. Adam balası kimi deyəndə məni göndərmişdin. Şəmi, sən Allah, nadə kim qız verər? Sən Allah, bu sifətə baxır, qız verərsən. Özüm ölüm, mən qız olsam, özümə qız vermərəm. Ay, yox, qaçırdacam. Şəmi, neçənci dəfədir gecə qızı yuxuda görürəm ki, meşənin ortasında şəlalədə zadda çimir eləyir. Sö, vurub beynimə qızı qaçırdacam. Onda belə eləyək də, söhbət ciddiləşib də, sən şəlalədə çimən yerdə görübsən onu. Rast belədirsə, onda gedək, qaçırdaq da, başqa variantımız yoxdur. Şoşi, sən demədin axı bu qızı nətər görmüsən şəlalədə, bu sevdiyin qızı da, bu Şirinin bibisi qızı. Nətər görmüsən? Qılma. Nədir o? Görürəm ki, girirəm meşəyə, Buyur. bir dənə göldür. Gölün qırağında beləsinə uzanıbdır, ayaqlarını da rusalka kimi uzadıbdır. Buyur. Madem, şöşü gəl. Sonra. Ay, sonra da mən suya bir dənə kəllə vururam. Sonra. Canıma azlar, sonra Doğru, gəl sonra. Mən danışdım sonra, oturma başına getdim. Sən Gülcan ağa, day, qonşun qızın nişanıdır. Mən daha sən xatibə deymək istəmirəm. Güldüm 5 dəqiqə, oynadım, çıxdım, normalni, bildin? Day, orada dingildəmə ya. O, keçən dəfəki toy var idi ya, palatdan turubasından yapışım onu yurdun. Bütün YouTube'da gəlib o. İndənə kim mən o YouTube'da sildirəmirəm. Bəsdir də səndə. Ay deyil bir dəfə toya gəlir. Görən edək gündə biz toydayıq. Elə də dörd gözlə güdürsən məni. Elə biz sənin bibin qızdan başqa peşin bibisi qız yox. Əlcəm edib güdürəm. Səni boş buraxmaq olmaz. Bir dəfə səni boş buraxdım. Neynədin? Getdin belivə əqrəb tası döydürdün. Bütün el aram mənə gülür. Gidə var 5 də qona çıx. Amma dingildəmə ya, ağır. Davay. Ay Şirin, sən də durmusan bir qol qanat aç oyna. Ay Pakizə xala, danışıqma fikir ver. Ağızdan çıxana açmışsa dolamışam. Qol qanat nədir? Mən quşam, qol qanat quşda olur. Bana oynamıram. Mən sənə demirəm ki, qol qanat at. Gəl bir şıdırğı vur. Gəl, oyna. Ay sən xatibə də. Oradan bir dənə İran təranələri. گلدون من تو رگام خونه من به خدا جون من بسته به جونه بسته İşte sen gel bak. Şirinin bibisi kızı burada nişandadır. Gelirsiniz, girirsiniz toya. Özünüzü yandırmırsınız. Torbanı keçirirsiniz kızın başına, qaçırdırsınız gəlirsiniz. Yaxşı. Jivoy biraz. Səni gəl. Biraz diribaş ol. Nə baş o şey? Mən bu qaçırdanda ya, bu mən harasından tutum, ayağından tutum, başından tutum, harasından tutum ki xətrinə dəyməsin. Səni qızı nətər qaçırırlar? Qoy, pişirmək lazımdır. Kökü, eşitirsən? Mən bu qız pişirməkdə özüm professionalam. Qaqan o qızı nətər pişirəcəkdə, narahat olma, öz gəlib oturacaq maşına, narahat olma. Pişirmək, zat nədir? Pusat bir dənə kəpik qoyacam, yanvar fevral yeriyəsən. Pişirmərəm, iş lazım deyil. Tutaram saçından salaram maşını. Narahat olma. Gedin. Yeri. Giz danışırlar burada. Şükür. Yaxşı yapdın işte. Bu kızı aparmağa yerdən zatdan danışmırsan mı? Hara aparacağıq onu? Narahat olma Şəmi, pambıq zavoduna aparacağıq. Ne pambıq zavodu Köşü? Keçən dəfə Səmai yadındadır, aparmışdıq onu yun zavoduna. Getdik tapa bilmədik. 3 aydan sonra bilmişik ki, sən demə bunu yunla bir yerdə upakovka eləyib, göndəriblər xaricə, ithal eləyiblər. İndi qismət duydu. Bir ya oradan Məhsin
Gülü Güldanda görən, Canı Cananda görən, Mey Zindanda görən mahnısını çal oynayayım da. Allah bir dənə 5-dən ondan atır çalar da. Nə qarmışam? 5-dən ondan. Hadi darıxma. Fəli, qulaq as, bir onluğun varsa ver demə. Nə mənada? Bu qardaşlara verim deyə mahnı salsınlar demə üçün. Pul istəyirlər bizdən. Məndən pul istəyir. Ayıb deyib bu, hamısı pul da. Bunlar havaya gəlib çıxmır ki buradan. Ayıb deyib. Yaxşı da ver, yaxşı da ver. Sən öl bu. Darıxma. Bax, Mey Zindanda görən ağlasın, diri. Ala Səfi bu Rusun onluğu deyə o vaxtçı. Ala Sovet görünə vaxtdan da alır, neynə mən bu? Niyə pisdir ki? Ala göyərib bu. Bu göyərməyib. Bunu mən o vaxt alanda göyərmişdi. Saxladım, yetişdirdim, qızarıb. Bax, boysan, qədrini bilmirsən, başa vermə. Ay, yazıq. Gözün gətirəm mənim onluğuzu. Diri. Ay, bu hardan işli? Şey mi? Hə. Nətərdir? Mən 10 manat ver də. Hə, 10 manatı neymişsən, 10 manat? Musqalda zakaz verdim. Bir də mən üçün mahnı çalır. Məni zindanda görən ağlasın. Ay, muzikant vaxtıdır, geçmək. Ağlasın nə də? Ay, səni biz ora qız qasıtmağa yollamışıq, yoxsa rəqs eləməyə. Gedəndə də meşoğu yaddan çıxardıb qoymusunuz maşında. Koyman qol. İçirsənə. Mən də deyirəm, ora mən nəyəsə görə getmişdim. Hə, götür meşoğu, keçir qızın başına, qasır. Gəldə tezdən gir. Hədi gir, çıx, gir. Lan, gedirəm, mənə bir yol. Bunlar necə deyir, ay ki? Bilmirsən bu bambıllarla qız qasıtmağa gələndə nətər olacaq? Ay bibi, kül oldu başımıza bibi, kül. Kül oldu başımıza, kül başıma ay bibi. Ne olub ay bibi? Kızımı kaçırttılar ay bibi. Ala ne olub ala? Ne şivən salmışsan, elə bir səhə qaçırdıblar. Ala, yəqin bilməyiblər mənim qızımdır, gətirib qaytararlar. Ala necə bilməyiblər, şoşu qaçırdım. Yox, düzəm şoşunu, o qaçırdı. Ala, həyatdasını oxşamış. Uşaqlıqdan sənə demişəm, birinci yox, sonra danış. Ala, nədir çikiliyəm, dur xotda maşını getdik dəllarıca. Ay bibi, hara gedək, onlar çoxdan gediblər. Ara satıcıyıq. Matışqa olma ala, kişi ol, kişi, mujiko. Özbəkistan hayat, belə satıcı. Mujiko. Kəsən yol tanıyıram ala, orayla gedirik. Diyan şoşu, diyan, sən ki qaçdın ha. Səni tutsam mən ha, bilmirəm hansı statiya, nə statiya. Qoy mənə içəridə salam verməsinlər. Amma dediyim eləyəcəyəm, girəcəyəm səni. Ala, otur ala, az danış, otur getək. Ala gəl də 5 saat sən gözləmirəm mən. Mənə bax. Eşitdim axşamlar burada meyxana zat deyirsən. O meyxana mən deyirəm də elə. Doğrudan. Otur da bir dənə deyim sənə. Otur. Gəl bura. Qorxma, otur. Narahat olma. Ara açın bir dənə qafiyə. Tut bir dənə qafiyə. Ala hel 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 hel. Hellənə. Ala şəlli 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 şəll. Şəllənə. Görüm, deyil. Ağlın olsa sən də içərsən birin. Görərsən enerjisinin təsirin. Səndə enerji qalmayıb aşirin. Bəlkəm səndə. İçəsən hel. Bəlkəm səndə. İçəsən hel. Bəlkəm səndə. İçəsən hel. Bəlkəm səndə. İçəsən hel. Ala mən nə dediyim özün gedib gəlmirsən. Qulaqlarımı salladıb özün gəlmirsən. Nə var durub elə gəlmirsən.
Ala hellənə gəzirəm. Ay boş, belə meyxana Ala şəllə, olur. hə? Belə meyxana olur. Ala mən belə deyirəm. Sən rəvayət deyirsən, bu nə muskal nedir, nə dəyişmə. Ala əcəb edirəm, içirəm bunu, deyənəm bilmirəm. Başa düşdün, gəzilir mənim üçün, deyirəm. Düz demirsən, qafiyə düşmürsən, düz düşmürsən, belə şey olur. Əcəb edirəm, bax heldən içirəm, deyirəm. Ay yox, belə olmaz axı, belə meyxana olur. Ala belə deyil, surət deyil. Baş sponsor Hell Energy. Gedirəm səni deyən. Cica. Şəmi Bakıya gedmirsən? Neymirsən? Sən nə edirsən burada? Ala neyniyəcəm, Bakıya gedirəm. İşə düşmüşəm. Bakıya niyə? Ala bibi qızı İrşad Elektronikdən Alcatel görüb təzə. Ayda 10 manat nədir faizsiz. Millət də gedir ora. Gedim ona telefon alanda Alcatel istəyirəm. Ay kişi, İrşada getmək üçün, Alcateli almaq üçün Bakıya getməyə ehtiyac yoxdur. Hara gedim? Və sən bilmirsən ki, İrşad Bərdədə də var, Doğru. Lənkəranda da var, Qubada var, Qəbələdə var, Gəncədə var, İrşad hər yerdədir. Gəncə ala yadıma düşdü. Sən İrşadın reklama çəkilmişdin Gəncədə. Şəmi gör nə deyirəm. Reklambaçı qız var idi ya, qarnaçıq. Adı nədir onun adı yanılmaz. Pərvin. Mən ona bir dənə Alcatel hədiyyə eləsəm, mənim adımdan verərsə ona ver. Məsələ mən də. Otur maşına az danış. Sənin elə kreditinə yaraşır Pərvin. Otur. Otur bala, xoşuma gəlir də. Sponsor İrşad Electronics. Ne oldu? Sevgilim boğuldu bagajda. O ne ses lan şu? Yazık kız burada nefesi boğuldu. Can çatırıq. Bir tane səbirli ol, ömrüm çatırıq. Ay şoşi. Ay şoşu. Ne de? Biz indi bu kızı uğurlamağına uğradık. Düzdür? Biz indi onu harda gizlədəcəyik? Şəmi, böyük məsləhətinə qulaq asın. Onu gəlin qazıb torpağın altında gizlədək. Fəlakət sən də. Ne danışırsan ciş? Kızı da torpağın altına bastırarlar Tupoy, şöngülüm. O vaxtı demirdilər ki, qız qalar, qızıla dölər. Deyirdilər, demirdilər. Deyirdilər. Denən az sonra. Qızıla harda gizlədib babalarımız? Torpağın altında. Deməli, qızı qazıb torpağın altında gizlətlər. Fəlakət, sən öl pusatsa bu krasovka ilə bir dənə təpik qoyacağım. Sağ ayağımın krasovkam səndə qalacaq. Sən öl 5 asılanla saat bir şapalaq qoyar ha. Beynim xarab da ha. Mənlə belə danışma. Bir dəqiqə qiyamır da deyil. Sağ deyirəm. Qələt eləyirsən. Sağır deyirəm. Burada vur gedim məhkəməyə verim səni. Ay şoşi, bir dəqiqə qiyam. Hamad baxır. Gödək. Ay qılma. Deyirdim ben burada Şəmsabadda mənim qohumlarım qalır. Bir gedək onlardan xahiş eləyək ki, bir günlük, 2 günlük qız xeylağı qalsın sizdə də. Ay Şəmi, o biri kətdə mənim əmim Hətəm qalırdı. Onların da öyləri sürüşmə zonasında idi deyə. Öyləri sürüşüb indi özləri də bilmirlər ki, harda qalırlar. Canımçı. Bir qonunun qonşudan zaten soruşsunlar ki, bura haradır, hara gəlib. Soruşuram de. Onlar da deyir ki, başıma dönəm, biz təzə sürüşüb gəlmişik. Qonum qonşu ilə yaxşı tanımırıq. Bu gizdən mən gör kimlə iş görürəm. Sürüşür də indi. Gəl gedək Ağsaqqalın evi hamısından yaxşıdır. Yığılın get Ağsaqqalın evi. Otur. Gəl. Az sol, qapma, sağıllı ol. Gördün? Otur. Gəl. Nətər sındırdım ta. Sür. Fəlakət. Gəlin. Qoy bu qız qasıtma qutarsın. Sağıllı ol, Şirin. Neyse Ağsaqqa. Münəvvər. Ağsaqqal. Salam. Salam. Ay Münəvvər, xoş gəlmisən mənim bu yerlərimə. İcazə ver, sənin o gözəl əllərindən öpüm. İcazə ver. Ala Ağsaqqal deyən ala. Nə marsa murtsalmısan ala. Elə bir əzizlərinin mərmərini öpür qəbristanlıqda. Neynirsən ala, seç qılağa. Şirin, sən uşaqsan, otur uşaq yerində. Mən Münəvvərlə çoxdan tanışam, vap çoxdan. İndi cavanlıq vaxtlarım yadıma düşüb. Biraz sevinç hissləri neçə vaxtı görmürəm. Biraz darıxdığım, biraz etiraz hissləri, hər şeydən... Saxla, bağla temanı. Qulaq as. Ağsaqqal. Şoşu gili var ha. Mənim qızımı qaçırdıblar. Münəvvərin, beş barmaq Ala Münəvvərin. bir dənə deyəndə çox danışdın. Qulaq as. Sən onlara bir dənə strelka ata bilərsən.
Gəlsinlər, oturaq bir dənə söhbəti həll eləyək. Bir problem yoxdur, sənin üçün hər şey qurbandır Münəvvər. Nə istəsən eləyərəm, istəyirsən yerlərin göstərim, istəyirsən strel qatım, istəyirsən nə desən eləyək. Qurbandır sənə. Şəmi ilə Şəşi kimdir Münəvvərin yanında, hə? Kimdir? Təki sən mənə bir dənə hə denən, mən hər şeyə razıyam, hər şeyə. Yenə gizdə bana, nə hədlə, ha? Nə hədlə? Ağsaqqal deyəsən sənin bədənində dəmir çatışmazlığı var, ha? Mən su soxaram, dən öldürmür sənə ya. Yox, sən məni səhv başa düşdün. Həyə gəlmişsin. Səhv başa düşdünüz məni. Mən o mənada hə demirəm. Deyirəm, yəni hə desin, gedək bu söhbəti həll eləyək də Şəmi ilə Şəşi qabaq. Hə, onu desin. Hə. Bu ağsaqqalın yanındakı şirin bibisi Münəvvər deyil. Ana hanım elimiz soyuq silahı. Hanım ehtəqin kurbası. Soxulcam ey. Şirin, atın mənə. Yaxşı. Ay qılma, nədir o? Ayıqdır. Bu bagajdan qızı çıxardaq, aparaq bir yerdə gizlədək. Hə, o barmaq Münəvvərin dilinə düşsək, biz canımızı qutara bilməyəcəyik ya ondan, ha? Mən onu tanıyıram. Şəmi, aparaq gizlədək də. Aparaq gizlədək də. Qabaqda quş ferması var. Aparaq həllik orada gizlədərik, sonra çıxardarıq. Qoysan sən ağzına gələn danışsan, hə? Şöşünün nişanlısı bizim gəlin bacımız sənin üçün ördəkli, qazlı, hinduşkadır, onu quş fermasına aparsan, hə? Bir dəqiqə dayanın. Qulaq as, rahat olma, eşitirsən. Bu qabaqda gedəndə sağa dönərsən, soyuq ferması var, gerək orada gizlədək. Bir dəqiqə dayanın görüm, nə ferma, nə toyuq, nə quş salmısınız. Bu mənim nişanlım deyə, sevirəm o qızı. Olacam mən onu. Düzdür, ay şuşu. Onda zəng elə Şirinə, gedək oturaq, bir dənə söhbətimizi eləyək, bir konkretləşdirək də, bir görüş yeri təyin eləyək, gedək də. Zəng elə. Elə. Bu bibi də qoymadı, düşüm Şəmi ilə, Şoşu ilə söhbətimi eləyimi, yoğurtmaları da. Bibi də lap ağın çıxardı be, soxacam bir gün bibi sənə deyə, 5 barmaq Münəvvər. Ala mənə də 4 barmaq Şirin deyərlər. Ala barmaq dedim, yadıma kitaram düşdü. Düşüm bir dənə qızışdırım özümü ye. Qızışdırım oxuyum özüm üçün bir eymi açım. Bir dənə qəşən şey gəlib beynimə. Benim, suç benim, bibi kızını çok güdmedim. Onu şuşuyla tutanda, alan öş nesilden silmedim ben. Qazaram qəbrimi özümə, girərəm lap yerin dibinə. Ala belələr ki mənim nə vecimə, şuşu bilər, bibim bilər. Damahat keyf damaqdadır, biri dağda, ala biri bağdadır. Hamısı ujey boğazdadır. Ağzım açılsa pis asılacaq. Ala külü qoyun bunların başına, tatu çəkdirib göz qaşına. Bibi qızını bıraxdım öz başına, lap gündə minsin bir maşına.
maymun. Qulaq as, fəlakət. Sən bu qızı Molla Nəsrəddinin eşeği kimi yükləmişsən mənim boynuma. Mənim qırıldığı çiyinlərimi. Qılı, eşitsən? Ayaqlarımı öldürdü. Nədir o? 5 günlük dünyada ye, iç, kef elə, narahat olma elə şey. Buyur, nə var? Ülləmacından gör, yeməyə içməyə nə var gətireyim. Yox, mən yemək zad yemirəm, diyetadayam, qurban olum. Bu biraz keyfim köhtü bu yunda, başa düşdün, çəki verir mənə. Ona görə çörək zad yemirəm. Sən mənə qulaq asın, istəyirsən sağa qaqan, bir dənə ekskluziv, anekdot şıpırlasın. Elə gülməkdən. Buyur. Qulaq asın, deməli, bir kişi olur. O üçün təzə evlənir, uşağı olur, balaca olur da uşağı, başa düşdün. Durur yuxudan, hiç zad yox, pul yox, nə qarım, neyiniyim, reski beyni çönür. Deyir ki, arvad, qurban olmuşsa, gedirəm Moskvaya pul qazanım, gələcəm. 5 aya gələcəm. Kişi gedir Moskvaya, nə 5 aya, 10 il olur, 15 il olur, 20 il olur, 25 ildən sonra kişi biraz əlinə pul yığır, varlanır da. Məsələn, deyir, gedirəm arvadla uşağın yanına. Kişi gəlir aeroportdan zaten getir, reski evə gəlir. Evə gəlir, qapını açır, kimin gün orta çağı, girir, görür ki, arvad bir dənə kişi ilə qucaqlaşıb yatır. Başa düşdün? Kişinin beyni çönür, əlini atır, dibindəki pulları çıxardır, qoyur stolun üstünə. Deyir, ey dünya, sən məni qocaltdın. Əlin resk atır belinə, çıxardır silahı, çar, kişini vurur, kosumbay eləyir, öldürür. Başa düşdün? Kişini öldürən kimi, arvad yuxudan durur. Arvad deyir, kişinə qardır, sənin oğlun idi, qurban olub, onu niyə öldürdün, Kişi deyir, arvad, nətər mənim oğlum, deyir, 25 ildir yoxsa geçə kişi olub sana. Xəstələnmişdi, qızdırması var idi, anası qucaqlamışdı. Niye öldürdün, bir dənə balamız var idi, niye öldürdün, qurban olub. Kişi də dözənmir, Moskovski Panyatkadağı, əlin yel atır, belinə silah çıxardır, Kişi də ölür, oğul ölür, arvad qalır, kişinin ortasında deyir, hara getdi, qurban olub, sən hara baxırsan, Geldim, ben evde olmamışım. Çimə, qurban olub, Vurur, ne onu vurur, belə yatırlar, qurban olub. Ne var? Bunun neye anekdotlu, dert değil bu dert. Toy gülməlik də, bu evə gəldi elə silahı çıxartdı part. Bu aeroportdan nətər silahı getirdi? Bizim aeroportdan bir dənə artıq saqqız getirmək olmur. Ala, siz mənim bibim evimdə neymişsən, ha? Ala, dur, bibizi. Ala Səfi, sen bu kızı götürüp tezden ölülerine getirmişsən ki. Toy sən, mən sana dedim də narahat olma, tanış adamın evidir. Deyək, ala da tanış adamın. Şoşusan? Bəli. Ala, şoşusan, moşusan, poşusan, bilmirəm ala kimsən. Ala, mənə bax, sən kimsən ki, 5 barmaq minənvəri qızın qaçırdırsan, hə? Biz deyil, 5 barmaq münəvvərin qızını qaçırdanın nəslində bir dənə də başı pamaqlı kişi qoymaz. Başa düşdün? Nədən işi olmur? Bir dəqiqə deyən, Ağsaqqal, bir dəqiqə deyən. Bəlkə Münəvvər xanımın bizim nəslindən işi yoxdur, elə nə iş görəcəksə bizim özümüzdən görəcək. Atmırsan özünü ortalığa. Bir dəqiqə saxla. Saxla düşən var. Şəmisən? Şəm müəllim. Müəllim də deyirlər arada, amma belə şey. Saxla, müəllim. Yox bir məktəb direktoru. Buna münasibətdir mənə qarşı. Qulaq as. Ana, şəmisən, məmisən, pəmisən, dəmisən, bilmirəm nəsən. Mənim qızımı bu kişi qaçırmayıb. Bu qaçırdı. Deyən dana, nə bu qaçırdı? Ay sağ ol, onda sən saxla. Saxla. Sən söz verəndə mən danışarsan. Nə olar ki? Nə olar? Bir qismat beləymiş, nə olar? Heç olmaz. Ana! Haydi. Şoşu! Mənlə qulaq as. Haydi. Sən hansı yer və priklüçeyni axtarırsan, hə? Başı var? Bilirsiniz, Münəvvər xanım, çox üzr istəyirəm sözünüzü kəsdiyimə görə. Mən heç yerimə priklüçeyni axtarmıram. Siz çox hörmətli 5 barmaq Münəvvər xanım, mən bilirəm ki, siz istədiyiniz adamın başını keçal qırxıb, başına şapalaqla vura da bilərsiniz. Yeri gəlsə, onun başını qırxıb bir oyun başına aça bilərsiniz. Yəni, oyun başına aça bilərsiniz. Biz tanıyırıq. Amma mən sizin qızınızı sevirəm və onun sevgisi uğrunda canımdan keçməyə hazıram. Canından keçməyə yeridir, çox üzr istəyirəm. Canından keçəndə şöşü. Bax, piyada keçidindən keç. Başım bırak səni. Piyada keçidinin bura nə daxlı var, Ağsaqqal? Sən də bığına saqqalına yaraşdırmırsan. Gül kimi söhbət edirəm. Nə olub ola?
sakit ol. Hə, gəlirəm indi, gözlə. Qulaq as, Şoşu. Aycan. Sən ağıllı adamsan. Çox sağ olun, çox minnətdaram sizin bu sözlərinizə. Səndən xoşum gəldi. Can. Sağ görənsən. Can qaynana, can. Ağıllı iş görüb, qızı qaçırdandan sonra fəlakətlə mənim evimə göndərmisən. Evə göndərdin? Hə. Bu dəfə canıvı, Şoşu, zor qutardın ha, yaxşı qutardın. Allah gələn dəfədən saxlasın. Baş, siz nə məsləhət görsəz, o cür məsləhətlə də biz məsləhətli işlərlə hərəkət edirik. Nəysə, mən gedirəm. Qismət olsa görüşərik. İnşallah, inşallah. Sağ ol. Şıqa baxmalı. Başlayın. Stulu çək. Qılman lan, fəlakət qızı qaçırdı, evə aparıblar, dilləndə, şərbi, kəlmə dilləndə. Deyəndə qoy çıxsınlar, geçsinlər. Gəl qapını yaz. Sağ salamat, sağ salamat. Qoy çıxsınlar, geçsinlər də Şoşu. Münəvvər mana deyib ki, mən burada olanda sən danışma. Başa düşdün Şoşu? Nə tez atdın, nə zat, nə Şoşu bu? Ne yaxşı ki bu metak boruları var, özü gətirib çatdırır ünvana. Nətərdir? Sağ ol Aydınman. Sən bu evi təzə remont elətdirmişdin, düzdür? Düzdür. Bu nə məsələdir? Sən nəsə bir xeyir iş var, ona hazırlaşırsan, yoxsa nə oldu sən? Nə xeyir iş, ay şərlərim. Mən o vaxtı öyü remont eləyəndə sənə qulaq asmadım. Getdim adi borulardan aldım. O da gecənin bir aləmə fış, partladı, öyü, eşik, bütün qonşuların öyü eşiyi buna bax, suyu görə haraxım. Bilseydim o vaxt sənə qulaq asardım, yetek alardım. Düdün çatlamır, patlamır, qatlanmır. İndi mən qonşuların öyülərini remont elətdirirəm. Ay yazıq, sənin pulun var qonşuların evini remont elətdirəsən. Ay şənbəlim, qonşuların öyün su bastı, qonşular xəstəlik tapdı. Bax, biri oldu əsəb xəstəsi, biri nə bilim paraliz vurdu. Bildin nətər, indi onlardan pul allam, həmən pula onları müalicə eləm, həm də onların öylərini remont elətdirəm. Tez ola metak borularını gelmə. Sən nə çox bilmişsən, qılma, çox bilmişsən. Metak nə yaxşısı varmış. Mən öz öyümü də metakla eləyəcəm bundan sonra. Gəl Ayşəm, gəl. Sponsor Metak. Bax, Qılman, gəl. Söynürəm, söynürəm. Bax, səni gətirmişəm Berlinə. Berlin, təmiz Alman malları. Keyfiyyətli, gözəl. Ay Şoşi, mən öydən sağollaşıb çıxmışam ki, mən Berlinə gedirəm. Bu Berlin buradaymış ki. Berlinə nəyə gedirsən? Berlini gətiriblər Azərbaycana da. Gördüyüm bütün bu mallar hamısı təmiz Alman mallarıdır. Ne yaxşı? Bax, bu şampun var ya, İsana. Bəli. Bununla saçını yuyursən, dibi bərkiyir, parlaq, tökülmənin qarşısını alır. Bilirsən bu nədir? İsana şampunu. Bəli. İntihası Ay Şoşi, yox, mən çosalar məni mart ayında əl axtarırlar ki, keçər kimi yanlarında gedim iş görüm, pul qazanım. Nəyəm saçım var, o yusam gör nə olacaq ki? Bəs bu onun üçün də, ay qardaş, al bu şampundan yu başını gör, nətər tüklər çıxır. Baxım, İsana Rossmann. Bir ay Şoşi, xoşuma gəldi İsana. Bundan bir də hərəsindən mən yüzləri gedirəm çinməyə. Ala, neyirsən yüzlərəni, bütün tük basacaq bədənini. Sağ ol Ay Şoşi. Ala, İsverdən var fantastik Alman malları, Berlin, Azərbaycan şampun. Nə qarmışam? İspandar, yəni təmiz Alman malları. Özün bilər, səni şampunları və mən getim çinməyə. Sağ ol Ay Şoşi, sağ ol. Sponsor Berlin mağazalar şəbəkəsi. Şəndi! Xalan oğlunu təbrik elə, xalan oğlu evlənir. Şirinlə evlənir? Yox, Şirin razı oldu bibisi qızını mənə verməyə. Ağa, yaxşı da mən heç olmasa sənin yanındayım, mənə hörmət elə də. İndi nə olur? Yaxşı da Şirin xalam oğludur. Xalan çişən, eşitirsən, evi remont edirəm. Mənə evə usta lazımdır bura. Deməli, Ciperdən üzdü şpaşilovka verirsən. Astar şpaşilovkası verirsən, bir də Ciper bir başa vurulan şpaşilovka verirsən. Bir başa vurulan. Ancaq Ciper olsun deyir. Söz, narahat olun. Şəbi, mən indi bildin də bu bibi qızını məsləhətli adama vermədim. İndi sən mənə düzünlə. Bu Ciper, divar suvaqları. Məsləhətlidir yoxsa yox? Həqiqətən məsləhətlidir. Bax,
asan qarışır. Hə, asan yapışır. Bəli. Düm ağappaq. Ağappaq deyirəm ha sana. İnanıram. Ay sağ ol. Nə çatlamır, nə partlamır. Özlər, sənin toy münasibəti ilə Xaloğludan 10 kisə astar sənə hədiyyə. Sağ ol, Xaloğlu, sağ ol. Öpürəm səni. Sağ olsun, Şirin də mənə dedi ki, birisi qızını alıram. Dedi sənə 10 günə kürdəmdə, köfdə, balayla. Şədən balası. Yax, mənim vaxtım yoxdur. Götürün, nə qədər lazımdır götür. Onu hər şey hələ ağzından. Sponsor Gipergips məhsulları. Ay qılman, haradasan? Saat 8-dən gelirəm, götür də telefonu. Ay, rayonda nənəmin boğazında çöp qal. Tez elə gedəyim. Qulaq as, Soşi, uzaq rayona gediriksə, qoy mən zakaz verim, qəşəng kartof qaynanmışı, yumurta qaynanmışı yolda yeyək də. Ay, nə inirsən? Yumurta qaynanmışı bu deyil, çokotayım almışam, fındıqlısı var, almalısı var, ay, apelsinlisi var, bananlısı var. Nə istəyirsən də, bütün hamı bundan istifadə edir, rahat və sərfəli. Çokotayım. Ofisdə, dərsdə, məktəbdə hamı bundan yeyir. Buyur, ay şoför, bunlar tam o şeydir. Mənə bax, bunun bananlısı var, çiyələlisi var, fındıqlısı var. Gör o sünkunda bunun qaynanmış kartoflusu var. Gülman, inkişaf elə də, dalda qalmışsan kişi. Bu çokotayım ayrı şeydir. Gəl. Çokotayım nə tatlı tamlı şeydir. Getdik, gəzələ nənəm boğuldu kişi. Gəl. Chocotime, şokoladlı gofretlər, qısa zamanda maksimum həzz. Deyən Əli, deyən Şirinə zəng eləyim, gəlsin dalımca. Zəng eləmə, mənim sənə bir kəlmə deyiləsi sözüm var. Gərək ikimiz qalaq. Münəvvər, gəlirsən, mən söhbətə qarışdım, bütün problemləri həll elədim, işləri qoydum yoluna, xahiş edirəm. İndi mənim də işlərimi yoluna qoyaq, çox xahiş edirəm. Nə işlər valla? İşlərdə, sən bilirsən ki, mən səni həmişə sevmişəm, indi də sevirəm. Mən səni gələndə o vaxtdan qıraqda, bucaqda baxıb dodaqlarımı dişləyirdim, kirəşirdim, biz nə vaxt bir yerdə alacaq. İndi əsl momentdir, mənə hədirən evlənək, xahiş edirəm, Münəvvər. Ağsaqqal, sənə keçən dəfədə WhatsAppda yazdım ki, mən keçmiş ərimi o dünyaya yola salsam da, onun ruhuna xəyanət eləmirəm. Başa düşdüm. Əli, indi sən Münəvvəri yoldan çıxardıb nə eləmək istəyirsən ona, hə? Sən məni çox səhv başa düşdün. Münəvvəri səhv başa düşdün. Evin yıxılsın, ay belə, yenə qaldım belə. Kimin var? Az, bəsdir də, az ulada nəş olursan. Sən hər ulayanda nəş olur bizdə? Yenə nə olub? Az heç səday nə olacaq? Anon vurub ağsaqqalı 5 parmaqla şey deyib. Özü də qaçıb Dağıstana. Dur pasportunu tap, çıxa aradan tez ol. Dur day. Dur ey, gələnlər tutarlar tez ol da. Allah bu nə iş var? Sənə qaldım ki. Fəlakətin əməlindən gəlin görək kim baş açır. Xəstə gəlir, həkim bilir, bilmir əlac olsa qeyib. Duman bizi tutturacaq, qaymaritə raktı deyib. Nədir o? Ağsaqqalı yığışdırın, başın işlə qarışdırın. Varsa məsləhətli gözəl, ağsaqqala calaşdırın. Diqqətli ol, adı Şirin, bilənidir vornu mirin. Şutqa mutka heç hoşlamır, vilkaladı o gün birin. Bozma